Bakıda keçirilən 6-cı Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatçısı İmran Güllübulaqlının oxucularla görüşü və kitab təqdimatı böyük maraqla qarşılanıb. Festival çərçivəsində keçirilən görüşdə müəllifin yaradıcılığı geniş müzakirə olunub, onun poeziyasında milli ruh, vətən sevgisi və mənəvi dəyərlərin əks olunması iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Təqdimatda Amasyadan olan ziyalı qonaqlar da iştirak edərək şair haqqında xoş fikirlərini bölüşüblər. Ramiz Əzizoğlu çıxışında İmran Güllübulaqlının yaradıcılığını milli ruhu yaşadan dəyərli ədəbi xəzinə kimi dəyərləndirib. Fərhad İsmailov şairin əsərlərindəki səmimiyyəti və insan duyğularının dərin ifadəsini xüsusi vurğulayıb. Vahid Xəlilov İmran Güllübulaqlının Azərbaycan ədəbiyyatına mühüm töhfələr verdiyini bildirib. Elbrus Abbasov müəllifin vətənpərvərlik mövzusunda qələmə aldığı əsərləri gənc nəslin milli ruhda formalaşmasında mühüm rol oynadığını qeyd edib. Mehman Əskərov çıxışında İmran Güllübulaqlını milli dəyərləri yaşadan ziyalı və dəyərli şair kimi xarakterizə edib. Elmar Kərimov isə müəllifin yaradıcılığında doğma yurda bağlılıq və vətən sevgisinin aydın şəkildə hiss olunduğunu bildirib. Şairlər Elçin Bağırov və Xəzər Mənsimov da çıxış edərək İmran Güllübulaqlının yaradıcılığını yüksək qiymətləndirib və ona yeni uğurlar arzulayıblar. İşarəvi dağlarından çölündən, xəbər göndər bizə arpa gölündən, bu baharda dəstə bağla gülündən, göndər gəlsin buralara ağ babam, məlhəm olsun yaralara ağ babam. Bu həsrətin min rənginə boyandım, şeirimlə xidmətində dayandım, hər gün səhər diski ilə oyandım, şörəyildən müğayət ol ağ babam, bir də qayıt qəlbimə dol ağ babam. Bir də gəzim dağlarımı, düzümü, bir oxşasın gözəlliyin gözümü, qalaçada deyim ürək sözümü, vəsf eləyim telli sazlı ağ babam, pişvazıma çıx bu yazdı ağ babam, kəndimizdən yolum düşsün yaylağa, bir də ənim bulağına, çaylağa, kəhərimi yenə sürüm oylağa, qarşılasın boz qurdumuz ağ babam, türk elimiz, türk yurdumuz ağ babam, çox elədik hərdən gidək güzarlıq, sağalmazdı el həsrəti azarlıq, gəlim görüm nə yerdədir məzarlıq, bağışlarım oğlu babam, ağ babam, şörəylim elim obam, ağ babam. Yaşa şəhər, Tədbirin sonunda qonaqlar bu cür görüşlərin Türk dünyasının ədəbi-mədəni əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini vurğulayıblar. Sonda isə xatirə şəkilləri çəkdirilib.